Əvvəllər telefonlarda 4000-5000 mAh batareya tutumu görürdük. Son vaxtlarda telefonlarda 7000, 8000, hətta 9000-ə qədər nəhəng batareya həcmləri görürük. Nə dəyişdi ki, telefonların batareya həcmləri bu qədər çoxala bildi? Əvvəllər telefonların batareyaları litium-ion batareyaları idi. Artıq batareya istehsalçıları silikon-karbon batareyalardan istifadə edir. Silikon-karbon batareyalar ənənəvi litium-ion texnologiyasının ən böyük limitlərindən birini aşan enerji saxlama sistemidir. Bu texnologiyanın əsas fərqi batareyanın mənfi qütbündə standart karbon əvəzinə silikon və karbon qarışığından istifadə edilməsidir. Şişirdilmiş iddiaları kənara qoysaq, bu keçidin arxasında duran dəqiq fiziki və kimyəvi göstəricilər mövcuddur. Ənənəvi batareyalarda istifadə olunan qrafitin nəzəri maksimum enerji tutumu 372 mAh-qramdır. Qrafit strukturunda hər 6 karbon atomu yalnız bir litium ionu özündə saxlaya bilir. Lakin silikon atomları litium ionları ilə çox daha effektiv birləşir. Silikonun nəzəri tutumu təxminən 4200 mAh-qram təşkil edir. Bu da o deməkdir ki, eyni həcmdə silikon qrafitindən təxminən 10 dəfə daha çox enerji saxlama potensialına malikdir. Əgər silikon bu qədər tutumludursa, niyə indiyə qədər istifadə olunmurdu? Saf silikonun əsas problemi struktur degradasiyasıdır. Şarj zamanı litium ionları qəbul edən silikon atomlarının həcmi 300%-ə qədər genişlənir. Bu kəskin genişlənmə və daralma batareya daxilindəki materialın çox qısa müddətdə çatlamasına və sıradan çıxmasına səbəb olur. Həll yolu isə silikon hissəciklərini stabil karbon matrisi daxilində tutmaqdır. Karbon strukturu həm silikonu fiziki genişlənməsini məhdudlaşdıraraq bütövlüyünü qoruyur, həm də lazımi elektrik keçiriciliyini təmin edir. Bu qədər fiziki kimyəvi məlumat verdim. Bəs bunun bizə təsiri nədir? Bizlərə olan əsas təsiri telefonlarda və elektromobillərdə istifadəsidir. Telefonlarda əsas istifadəsi yüksək enerji sıxlığıdır. İstehsalçılar telefonların qalınlığını artırmadan batareya tutumlarını maksimal həddə çatdıra bilirlər. Əvvəllər 8 mm qalınlığında olan bir telefonun maksimal batareya tutumu 5000 mAh idisə, artıq silikon karbon anodlar sayəsində eyni fiziki həcmdə 7000, 8000 mAh, hətta 9000, 9500 mAh batareya tutumunu yerləşdirmək mümkündür. Həmçinin bu batareyalar ənənəvi batareyalara nisbətən mənfi temperaturlarda daha stabil voltaj təmin edir. Elektrikli avtomobillərə ən böyük təsiri isə avtomobillərin çəkisini artırmadan batareya tutumlarının artmasıdır. Bu yeni texnologiyanın elektrikli avtomobillərdə də böyük təsiri oldu. Elektrikli avtomobil bazarında ən böyük problem avtomobilin çəkisi və qət etdiyi məsafə nisbətidir. Silikon karbon batareyalar batareya paketinin ümumi ağırlığını və fiziki ölçülərini artırmadan sürüş məsafəsini 20-30%-ə qədər uzatmağa imkan verir. Bu avtomobilin aerodinamikasına və enerji səmərəliliyinə birbaşa müsbət təsir edir. Obyektiv yanaşdıqda silikon karbon texnologiyası həm smartfonlarda, həm elektrikli avtomobillərdə enerjinin idarə edilməsi və sıxlığı baxımından yeni sənaye standartını müəyyənləşdirir. Bəs sizlər necə bu yeni texnologiyadan istehsal olunmuş telefonlardan və yaxud da elektrikli avtomobillərdən hansınısa istifadə edirsiniz? Sizin həyatınızda bu yeni